Demək, mənə ən çox verilən suallar, ən çox yazılan kommentlər, bu südü elə qaynat, qoy soyuducuya, ondan da qalın qaymaq çıxır. Çıxmır. Bu üsulla daha çox çıxır. İnanmırsınız, bir daha göstərirəm. 5 litr südü boşaldıram böyük qazana. Kənd süd olmalıdır, yağlı süd olmalıdır. Dondurulmuş da ola bilər. Əgər siz rayondan almışsınızsa və yaxud da inəyinizi sağmışsınız, qoymuşsunuzsa soyuducuya, elə dondurulmuş da eləyə bilərsiniz. Məndə də dondurulmuş idi. Ocağımızın altını yandırırıq. Bu üsulu bişirə-bişirə eləyirik. Başladıq. Min qaymağı o qaynadıb qoyursan soyuducuya, daha çox çıxır. Kimdə mənkindən daha çox çıxırsa çəkib mənə göndərsin. Mikseri qazanın dibinə yapışdırmırsınız. Bax, bu qədər içərisinə saldınız, bəs eləyir. Gəlin etiraf eləyək ki, heç bir süd qaynayanda bu qədər köpüğü vermir. Qazanımızın yarısı süd idi, artıq ağzına qədər qaymağın köpüğü gəlir. Buna baxın. Gördünüz ki, qaynamağa başlayır. Ondan sonra altını söndürürük və yenidən bir 5-10 dəqiqə mikserlə qarışdırırıq. Və qarışdırdıq. Deməli, 10-15 dəqiqə qaynayana qədər, gördünüz ki, qaynayır artıq. Qaynayana qədər mikserlə çalırsınız. Sonra altını söndürürsünüz və 10 dəqiqədə soyudursunuz da təxminən. Gördünüz, köpüğüm 60% daha çox çoxaldı. İndi bunu soyumağa qoyuruq. Soyuyandan sonra da soyuducuya qoyacağıq. Minimum 15 saat, maksimum da 1 gün. Bu arada ağzında bağlamırıq və çox çalxalamırıq. Qaymağımız hazırdır. Bu südü mənə Tərtərdən göndərmişdilər. 350 qram qaymağımız. Yerdə qalanı da indi qızdıracağıq. Həm qatıq düzəldəcəyik, həm birazını götürüb süd kimi istifadə edəcəm. Yerdə qalanını isə labne hazırlayacağım.